Bu da 2 gündür aldığımız təptəzə kəmərin düşdüyü hal. Budur səliqəsiz və məsuliyyətsiz görülən işin nəticəsi. Görürsünüz ki, evakuatordayam. 911'də evakuatorun üzərində. Problem nədir? Getdiyim yerdə motorun kəməri cırılıb. Onu da mən nəyə bağlayıram? Maşın Bakıya təzə gələndə mən onu demişdim sizə ki, Bakı Porsche mərkəzinə apardım. Onun dinamasıyla problemi var idi və orada dinamanı söküb yenidən yığdılar. Amma sökəndə dinamanın şkifini çəkiciləyiblər və zədə əmələ gəlib. Düzdür, başqa servisdə o problemi biz gördük və çalışdıq onu aradan qaldıraq. Onun da videosu var, paylaşaram. Ona görə rəsmi servisə də aparanda çalışın, üstündə durun və kimsə maşınınızın üstündə hansısa işlər aparanda gözünüzün qabağında o işləri görsünlər. Siz də biləsiniz ki, nə işlər görülür, necə görülür və vaxtında müdaxilə edə biləsiniz. Bax, belə vəziyyətdə kəmər tamamilə sıradan çıxıb. Və gəldim etibar etdiyim Elçin ustanın yanına. Çəkicin vurduğu ziyanı çalışırıq aradan qaldıraq. Bunu nətər çıxartmalıydı? Burada çətin bir şey yoxdur, 24 qaykadır. Qalovka ilə 24 qaykanı açdın, rezbası da M16'dır. 1.25, 1.5. Yəni çətin burada bir şey yoxdur. Siyomniki qoydun, çıxartdığında burada yəni çəkic vurma nəyə lazımdır bunlar? Çəkic vurub qıraqların hamısını əziblər. Yəni burada çubuqluq eləmək lazım deyil, incə bir şeydir. Simbolik korpus alümindir, çəkici qoyursan korpus sına bilər, zədələnə bilər. Yəni sınmır, ola bilərdi yəni ki. Amma nəticədə zədələndi də. Korpus zədələnmədi, şkif zədələndi. Keçən dəfədən hələ şkifin hələ əziklərini, zulsenslərini bərpa edirik. Hələ əmələ gətirə bilmirik. Porsche mərkəzində ayın 25-i demontaj, montaj işləri aparıldı. Təmir olundu. Sonra da budur nəticə. İndi köynə kəmər yerinə taxılır. Müvəqqəti olaraq yeni kəmər tapana kimi bu ölçüdə kəməri tapmaq da asan bir iş deyil. Çünki nadir kəmərdir. Məcbur indi köynə kəməri taxırıq. Yola verəcəyik. Yaxşı köynəsini tullamadıq. Ona görə dediyim kimi belə ustalara etibar etmək lazımdır. Köynə kəməri mən gedəndən sonra da atmayıb. Usta, sabundan nə edirik? Sabunlayır da. Bu nə üçün eləyirik biz bunu? Biz eləyirik ki, vosk tərkibi yaradırır ki, remendə səs olmasın. Remend köynə olduğuna görə. Bu müvəqqəti əlbəttə ki. Müvəqqəti əlbəttə ki, əlbəttə. Çıxış Sadəcə yoludur. vəziyyətdən çıxmaq üçün. Və sonra nə edirik? Yenisini əvəz edəcəyik. Axtarırıq. Bugünkü yenisini tapa bilmədiyimizə görə və belə köynəsini bərpa edirik. Yüngül var, vəziyyətdən çıxmaq üçün. İnşallah yenisini taparıq, bərpa edirik. Çox sağ ol.